Qızılın qiyməti daha da ucuzlaşacaqmı, yoxsa birdən-birə bahalaşma mı qeydə alınacaq? Bax, bu sual ətrafında çox insan baş sındırır, xüsusən də qızıla investisiya yatıran ölkələrdə. O ölkələrdən biri də əlbəttə ki, Türkiyədir. Burada insanlar əlində ovucunda olanı qızıla yatırım eləyir illərdir. Çünki qızılı güvənli liman adlandırırlar. Ancaq son dönəmlərdə qızılın qiymətindəki kəskin oynamalar burada insanları bir daha düşündürməyə vadar edir. Bəs mütəxəssislər nə düşünür bu barədə? Əvvəlcə onu bildirim ki, bu günlərdə qızılın qiymətində kəskin enmə müşahidə olunur. Hətta son 7 ayın ən kəskin aşağı səviyyəyə düşdüyü dövrləri yaşayırıq deyə bilərik. Son 7 ayın ən ucuz dövrünü yaşayır qızıl. Hazırda Türkiyədə 24 əyar qızılın 1 qramı 6200 lirədən satılır. Bu ana olan qiymətdir. Əlbəttə ki, bu Türkiyədə yatırım üçün 22 və 24 əyar qızıldan istifadə olunur. Əlbəttə 14 əyar qızılların da satışı var. Onun da qiyməti hardasa 4400 TL-dən başlayır bugünkü günə olan qiymətlərə görə. Mütəxəssislər isə hesab edir ki, bir qismi bu günlər alım günləridir. Yəni qızılın qiyməti ucuzlaşdıqca bax bu günlər əsl qızıla yatırım ediləcək günlərdir. Avqust ayını göstərirlər. Bildirirlər ki, avqust ayından etibarən artıq bahalaşma olacaq. Digər kəsim mütəxəssislər isə təhlükəli bir dönəm keçirdiyini qızılın və daha da enişin ola biləcəyi ehtimallarına görə hazırda qızıla investisiya yatırmaq istəyənlərin gözləmə mövqeyində olmasının vacib olduğunu bildirirlər. Bəs siz necə hal-hazırda yatırım üçün qızılı seçənlərdənmisiniz, yoxsa hələ ki gözləmə mövqeyindəmisiniz?